Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Vessalatu vesselamu ala eşrefil enbiya ve mursalin nebina Muhammedin ve ala alihi və sahbihi ecma'in. Əmmə ba'd. Selamun aleyküm və rahmetullahi və barakatuh. Deməli, bugün qardaşlar ikinci dərsimizdir. Amma müəyyən səbəblərə görə birinci dərsimizin görüntülü yazılması mümkün olmadığına görə bugün inşallah birinci dərsi sürətli olaraq üzərindən keçəcəyik. Tapşırıqlarımız olmuşdu inşallah. Bir də bunun üzərindən keçək. Tapşırıqlara fikir verək, diqqət etirək. Sonra inşallah ikinci dərsə başlayarıq. Birinci dərsdə 7 hərfi keçmişdik. Onlardan birincisi əlif. Yəni olmayanlar dərsə, olmayanlar dərsə qatıla bilməyənlər də dərsə baxıb yenidən dəftərinə qeyd edə bilərlər. Əlif. Yəni yazmayanlar, dəftərə qeyd eləməyənlər bilsin ki, 3 sətri yazırıq əlif hərfini və 2 damadan biraz az bir böyüklükdə olur. Əlif yazırıq və onun qarşısında da hərfin adını yazırıq. Və bütün hərflər də belə gedəcək və tapşırığımız da ondan ibarətdir ki, bunu əlif yazısına qədər, yəni sətrin sonuna qədər deyərək, yəni əlif, 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 əlif deyərək doldurmaq lazımdır və şərtdir ki, hərfin adını çəkəsən. Yəni şərtdir ki, hərfin adını çəkəsən. Çünki həm gözümüzlə görürük, həm əlimizlə yazdığımız zaman beynimizdə daha da güclü qalacaq inşallah, daha da yaxşı qalacaq. Birinci hərfimiz əlif idi. İkinci hərfimiz B hərfi idi. Bu da 2 damanın içərisində yazılan bir hərfdir. Hər hansısa bir damanın ortasından küncünə gətiririk və ikinci damada yekunlaşdırırıq eyni qaydada və altında bir nöqtə. Yəni bu formada. Bu ikinci hərfdir, adı B. Bunu test edəcək çünki birinci dərsdə iştirak eləməyənlər videodan baxıb inşallah dəftərdə yazarlar. Üçüncü hərfimiz T'dir. Eyni qaydada, lakin üzərində 2 nöqtə. T. Dördüncü hərfimiz F. Bu da eyni qaydada, lakin üzərində 3 nöqtə. Qısında da eyni adlarını yazırıq T və S. Keçən dərs izah eləmişdik. Bu F hərfi bizim bildiyimiz S deyil. Yəni bizim bildiyimiz S hərfi deyil. F, yəni dilin ucunu dişlərin ucuna vuraraq çıxartma olar bu səsi. F, F, S yox, cingiltili S yox, sanki biraz qapalı S hərfi çıxır. F, S yox, F, F. Bunun üzərinə bir balaca bir xət qoyun ki, yəni bilin ki, bunun üzərində bu adi bildiyimiz S hərfi deyil. F. Sonra cim hərfi. Cim. Üzərində bir nöqtə. Qaldırdıq. Belə bir yumru. Cim hərfi. Cim. Və növbəti hərf eyni qaydada, lakin heç nəsiz. Yəni üzərində, içərisində hər hansısa bir yerində heç bir nöqtə yoxdur. Sadəcə cim hərfi kimidir. Burada da adını yazırıq. Sonraki də H hərfi. Bu da bizim bildiyimiz H deyil. Yəni H-dir. H. Yəni biraz boğaz hərfidir. Biraz boğazdan çıxır hərf. Boğazı biraz daraldırsan, H sıxaraq deyirsən. H yox, H. H hərfi də var, amma bu H hərfidir. H. Növbəti hərfimiz, sonuncu hərfimiz X hərfi idi. Həmin formada siz işimə test edəcəm, siz video yavaş-yavaş baxarsınız inşallah. X hərfi. Bu hərflərin hamısını, yəni bunların hamısını tapşırığı hərfi deyə, yəni B deyərək yazmaq lazımdır. Belə daha güclü yadda qalır, yəni T.
cim eyni qaydada. Bəziləri bunu başqa formada yazır, yəni belə yazır, belə z yazır və yaxud da belə yazır. Yəni, onlar inşallah get-gedə düzələn bir şeylərdir, amma bir neçə dəfə videoya təkrar baxın, yəni bilin ki, hansı formada yazılır. Qaldırdınız, cim. Bu, birinci dərsdə keçdiyimiz hərflər idi. İndi ikinci dərsə keçək. İkinci dərsimizdə də eyni ilə çalışacaq ki, hamısında eyni formada hərflərin sayına diqqət eləyək. Növbəti hərfimiz, ikinci dərsimizin birinci hərfi dəl hərfi. Baxın, yazılma qaydasında bir damanın içində balaca bir hərfdir. Dəl. Dəl. Formada. Dəl. Dəl. Sonunu belə yox, yəni belə üçüncü bir şey yox. Sonunu biraz aval eləyirsiniz, belə. Dəl. Qarşısına da adını yazırsınız. Öncədən dərsə tam başlamamışdan qabaq birinci dərsin, yəni dərsimizin tapşırıqlarını oxumaq lazımdır. Orada hərflər var idi, yapmışdıq. İndi çalışaq ki, dərsimizə, yəni qardaşlar, ola bilsin dərsdə xanımlar da olsun, yalnız kişilərə aiddir. Yəni dərslərə cavab verək, öyrəndiyimiz dərsə cavab verək, tapşırıqlarımıza baxaq və növbəti dərsə keçəndə bizə rahat olsun. İndi dəftəri bağlayıb, yəni dəftəri bağla. Hərfləri demişdik ki, saymaq lazımdır. Əlif, bə, tə, sə, cim, hə, xa. Yəni, inşallah say başla. Bax, sən bura bax. Mənim vərəyimə bax. Bunu öz dəftəri bağla, hə. Öz dəftəri bağla, mənim vərəyimə bax. Yəni, cavab, inşallah çalışaq kişilər cavab versin. Amma, məsələn, cavab verəməyənlər, yəni qadınlar və yaxud da cavab vermək istəməyənlər özləri üzərində məşq eləsinlər, yəni bura baxıb məşq eləsinlər. Başlayaq, bismillah. Bu. Əlif, cim, tə, bə, hə, yox, hə. Nə idi bu? Hə. Hədir, amma düzgün çıxar. Boğazdan çıxır, elə? Hə. 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 Bu. Bura xa. Aha. Əlif. Cim. Tə. 3 nöqtə. Tə. 3 nöqtə hansıdır? Tə. Əstəğfurullah. Tə. 2 nöqtə bu. 2 nöqtədə tə. Şahid, yəni baxın, bu qaydada, yəni. Bu qaydada. Dışarıda. Yaxşı, tunar desin, Rahib inşallah. Salam aleykum. Aleyküm salam. Tunar, çalışmaları yazmışsan? Bəli, mən motivasiya olmamışdım, amma Ümid qardaşdan soruşdum, yazdım. Aha, laf yox. Hərfləri öyrənmişsən, saymağı öyrənmişsən əvvəldən. Hə. Hə, say inşallah, başla əvvəldən. Sırayla sayayım. Hə, əlif, bə, tə, fə, yəni xayə. Əlif, bə, tə, sə, cim, xa, hə. Hə, xa. Hə, xa. Bəli, çarxım. Sırada bir dənə çarxım. Yenə də təkrarlayarsan, yəni orada çaşma. Əlif. Başlayaq buradan. Ekran görsənirsə, Əlif. Bə, cim, tə, fə. O yaxşı görsəm bilməm, hansıdır o nöqtəlidir, nöqtəsiz? Nöqtəsiz. Hə. Boğazdan. Hə. Bir nöqtəsidir.
Yuxarıda bir nöqtə olan xa idi səhv eləmirəmsə. Xa. Xa. Ortasında Cim. bir nöqtə. Cim. Aha. Əlif. Tə. Bə, bə, Altında bə. bir nöqtə. Bə. Bə. 3 nöqtə. Fə. Aha. Əlif, bə, tə, fə, cim, hə, xa. Çox kifayətdir. Sonra kim hazırdır? Aleyküm selam. Belə hərflərdən deyə bilərəm. Yəni göstərin İstəyirsə hərfləri. Mən göstərim tək-tək. hərfidir. Aha. Hə. Ha. Cim. Tə. Sə. Əlif. Hə. Efendim. Xəzən buyur. Yazmışsan axı hərfləri. Yox, Xəzən yazmamışam. İnşallah bu gün belə? yazacağam. Amma belə yəni dərs var idim. Bunları öyrənmirsən də yəqin ki hərfləri, yoxsa necə? Elhamdülillah. Bəli, bəli, İndi bəli. sayaq onda Bəli. bunları inşallah. Bə, Görsənirsən. Aha. cim, Aha. tə, Hı. hə, hə, Aha. xa, xa, əlif, sə, sə, Aha. bə, əstəğfirullah, tə, Aha. bə, cim, əlif, hə, hə. Maşallah. Yaxşıdır. Biraz da işləsən, hərflər əlhəmdülillah yaxşı çıxarırsan hərflərini. Allah razı olsun. Bilirəm, bəli, bəli. Bəli, bəli, bilirəm. Onu say, xaya qədər say onda əlifdən. Əlif, bə, tə, sə, cim, hə, hə, ha, xa. Yox, əstəğfirullah. Hə, Düzdür. Ha. ha. Maşallah, Allah'a mübarək. Onda faydalanar belə. Növbəti dərsdən, video dərsdən inşallah yüklənəcək kanala. Açacaq növbəti hərflərə. İkinci dərsin dediyimiz kimi birinci hərfi dəldir. Dəl, hərfi dəl, ikinci hərfi dəl. Eyni formada, lakin üzərində bir nöqtə. Zəl. Zəl. Bu da, yəni bizim bildiyimiz z deyil, tə kimi, keçdiyimiz sə kimi, əlif, bə, tə, tə. O sə kimi zə. Yəni dilin ucunu dişin ucuna vurursan, zəl, zəl. Belə çıxır hərfin səsi. Dəl, zəl. Evet, hərfimiz ra, ra, ra. Baxın, çox rahat bir hərfdir. Ra, növbəti hərf isə zə. Zə. Eyni formada, lakin üzərində bir nöqtə. Zə. Adını da yazaq. Ra. Bu z isə bizim dildə olan, yəni bildiyimiz z hərfidir. Dilin ucunda. Pəltək z yox, yəni bildiyimiz z hərfidir. Zə. Razə. Növbəti hərfimizi buraya yazaq. Sin. Bu hərfə diqqətlə baxın. Bir, iki, üçüncü yumruğumuz isə daha böyük biraz. Sin. Sin. Bu formada yazılır. Hərfin adını da yazırıq. Sin. Eyni hərfdən, növbəti hərfimiz eyni hərfdir, lakin üzərində 3 nöqtə var. 1, 2, üçüncüsünü böyük edirik. Üzərində 3 nöqtə. Şin. Şin.
şin deyə yazmaq lazımdır bunu. Şin. Növbəti hərfimiz isə sad hərfidir. Sad. Bu hərf biraz yazılışı, yəni yazılış forması çətin olan hərflərdəndir. Sad. Diqqətlə baxarsınız dərsdə də. Bir nöqtədən götürürük. Belə bir yumru. Öncə belə bir şey olur, baxın. Sonra bir sin hərfindəki kimi yumru. Sad. 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 Növbəti hərf də eyni onun formasında, lakin üzərində bir nöqtə. Sad. İkinci hərfimiz isə dad. Bu saddır, nöqtəsiz. Nöqtə ilə dad. Bu qədər. Yəni, ikinci dərsimiz də bu hərfə qədərdir. Etdiyimiz hərflər dəl, zəl, ra, zə, sin, şin, sad, dad.